Şimdi erkən mərhələdə, ümumiyyətlə demək, həmişə əməliyyatda deməyək, çox erkən mərhələdə pasiyent bizə müraciət edib, biz baxmışıq ki, minimal sallama var, onu olsa da əməliyyat almayacaq əlbəttə ki, pasiyentə kökəlmədən qəbz uzaqlaşmalıdır, arıqlamalıdır, sərbəst hərəkət etməlidir, bəzi keyqət egzersizləri var, onları eləməlidir, normal pilates belə o əzəlləri bərkidir, onları etməlidir. Və təbii öskürək qəbizliyi varsa bunlardan da qaçınmalıdır. Protein ağırlığı bəslənməlidir. Niyə protein? Çünki çanaq dibini tutan əzələ proteindir. Oradakı olan bağlar hamısı proteindir. Heç birində pi yox, yəni pi minimal səviyyədə bizdə. Ona görə kökəlmədən qaçınmalıdır. Sağlam qidalanmalıdır, sağlam həyat tarzı olmalıdır. Əlbəttə ki, burada da yenə doğuş olacaqsa mütləq çəkisi çox rahat doğuşlar olmalıdır. Yəni dölün həddən artıq böyük döl dünyaya gətirməməlidir. Pasiyentə bu risklər anlatılmalıdır. Artıq gördük ki, yox, bu əməliyyatlıqdır. Əməliyyat durumunda uşaqlıq sallanmışsa, bəli, uşaqlıq asılmalıdır. Uşaqlığın asılması 3 cür icra olunur. Laparoskopik yolla, bu son mərhələdə adətən istifadə olunur. Göbəkdən, dəlikdən girilir və özəl meşlər vasitəsilə ya belə deyirik, yəni çanaq sümüyünə asılır, ya da qarın yan divarına asılır, lateral fiksasiya icra edilir. Ya açıq üsulla da bu icra edilə bilər. Normal kesiri kəsi ilə, biraz daha kiçik kəsi ilə kəsilib, uşaqlıq asılır. Çox çətin əməliyyatlar deyil. Yenə dediyim kimi, önəmli əməliyyatlardır. Bir dənə iki bitməlidir. Adi əməliyyat deyil bu. Və vaginal yolla icra edən əməliyyatlar da var. Bu daha önəmli. Bu elə bir yerdir ki, yəni bu vaginal əməliyyatları zaten onsuz belə hesablasan 4-5 həkim varmı bizim ölkədə bunu edən vaginal yolla asılmalar. Bəli, bu da çox önəmlidir. Çünki burada vaginadan icra edəndə əməliyyat sayısı çox kiçikdir, oranın anatomiyası çox dəqiq bilinməlidir, orada sinir, damar sistemi var, o da dəqiq bilinməlidir. Belə, uşaqlıq boynundan əsasən vaginal ya altdan, ya qarından, ya da açıq üsulla, ya da göbəkdən laparoskopik yolla 3 cür asıla bilər. Bu əməliyyatlar çox başarılı əməliyyatlardır. Bu əməliyyatı icra etdikdən sonra pasiyent yenə uşaq dünyaya gətirə bilər, hər hansı bir problemlə qarşılaşmır. Çox da ağrısı çox olmayan bir əməliyyatlardır, maliyyəti də elə böyük olmayan bir əməliyyatlardır.